Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Ramazan ayının son günləri, Allah bütün ibadət və itaətlərimizi qəbul eləsin. Amma bugün heç bir qəsdim yox idi, yəni proqram hazırlayan xidmətinizə. Çünki bugün digər bəzi işlərimiz də oldu. Həqiqətən də mən özüm şəxsən çox yorğun çıxdım indiyə. Amma bu çəkilişi gördüm, sadəcə qısaca olaraq bir məsələni yadınıza salmağı və yadınızda saxlamağınızı istəyirik. Baxın, bu Jackson Henkel'də, əgər səhv eləmirəmsə, Amerikalı aktivistdir, internet fəallarındandır. Bunu bir dəfə də paylaşmışdıq Yəmənli aksiyaçıların içərisində. Yenə də Yəməndədir, aksiyaçıların içindədir bu Jackson Henkel. Şuarlar verir. İndi gəlin şuarlarına baxaq. Davamında bir neçə kəlmə xidmətinizə çatdıracağım. Və Sadiq Vəd 3 və Yəmən qasırğasının necə yaxınlaşdığından danışarıq. I have never met a more courageous people. Deyir, mən fəxr edirəm ki, bugün buradayam, Yəməndədir. Etirazların içərisində, yəni aksiyalar Yəməndə bilirsiniz. Və mən Yəmən, buradakı insanlar, yəni Yəməndəki insanlar qədər şücaətli, cəsarətli insan görməmişəm. Diqqət edin. America and the Zionist entity fears Yemen more than anyone else because the people of Yemen fear nobody but God. Deyir ki, Amerika və İsrail hər şeydən, hamıdan çox Yəməndən qorxurlar. Çünki Yəmənlilər Allahdan qeyri heç kəsdən qorxmurlar. Bu sözlər bura qədər düzdür və həqiqətən də doğrudur. Amma innəməl ə'malu bin niyyat, Peyğəmbərimizin kəlamı var. Hər bir əməl niyyətlərə bağlıdır. Yadınıza gəlirsə bir neçə dəfə danışmışıq. Biri var gözəl insan, biri var gözəl əməl eləyən insan. Çoxdur bu dəqiqə gözəl əməl eləyən insan, reklam eləyən, özünü müxtəlif adlarla dinin müqəddəsləri adıyla, hətta o qədər özlərini bəziləri müqəddəs bilir, digərlərini məsələn təkfir eləyirlər. Müsəlmanların içində, şiələrin içində, mücahid adı altında, nə bilim, şiə adı altında, sünnə adı altında, müxtəlif adlar altında. Müqəddəs şüarlar, gözəl əməl ola bilər, amma gözəl insan ayrı bir şeydir. Çünki insanın əməlləri niyyətinə bağlıdır. Niyyət, yəni insanın özünün batini, pıçıltısı, insan batinən hara bağlıdırsa o boydadır. Həzrəti Züleyxa axırda görmüsünüz də, filmində də gəlir Yusufə deyir, Yusuf əleyhissalam ona deyir ki, Züleyxa bu sənsən, qocalıb. O da deyir, xeyr Yusuf, mən deyiləm, artıq sənsən. Yəni Züleyxa Yusufdə fəna olmuşdu. Hansı ki Yusuf Allahda fəna olub. Bu da deyir, bəli, Yəmənlilər Allahdan qeyri heç kəsdən qorxmur filan, bəs mənim işim yoxdur bu insanı birbaşa ittiham eləyəm. Amma dedim, hər halda, hər ehtimal yadımızda qalsın. Bu Amerikanın fəallarındandır, aktivistlərindəndir. Jackson Henkel'dir, səhv eləmirəmsə adı. Və bu Yəməndə fırlanır. Nəzərə alaq ki, düşmənə qarşı axır zaman hadisələri fonunda daha diqqətli olmalıyıq. Bunu nəzərə alsaq, çox iti baxmalıyıq. Onda inşallah biz ümid edirik ki, Yəmənlilər də, ki, barəsində dəfələrlə söhbət etmişik, digər müqavimət qollarından bir neçə fərqi var. Bir bariz fərqi də dövlət və müqavimətin demək olar bir cəbhə olması. Amma buna baxmayaraq, Yəməndə Ənsarullaha qarşı müxalif olan azlıqlardan da var. Əl-Qaidənin qalıntılarından da var. Məsələn, Satqın Ərəbistan tərəfindən o vaxtı ki, terrorun maliyyə mənbəyi. Bugün Azərbaycanda, sizə söz vermiş Azərbaycan alovundan bir hissəsində danışdıq o günləri, Türk fitnəsi, amma davamı var, o bəhs, maraqlı bəhslər var. Orada da danışacaq və ipucu vermişdik ki, Azərbaycanın özündə də niyə görə deyirdi ki, İmam Baqir Azərbaycandan başlayır, alov ərəblərdə bitirir. Orada ipucunun biri vermişdik ki, Ali Saud rejimi maliyyə mərkəzidir, Sağmal İnək, Amerika və İsrailin bahəm hazırladığı Amerika sünnəsi olan Sələf adıyla
Vəhhabilərin maliyyə mənbəyidir və onları oynadan kukla, özü də kukla olan Erdoğan hökuməti idi ki, bunun başına bəla gəlir. Yəni Ərəbistan terrorun maliyyə mənbəyi olaraq Əl-Qaidə filan digər Əl-Qaidənin qollarını Azərbaycanın özündə də Vəhabi, Sələfi adı ilə çıxanların hamısının maliyyə mənbəyi dəqiq məlumatlardır ki, bəli, və aşkar da artıq məlum olur. Hər halda bu ərəblərin əli ilə, bu satqın Saudun, Ali Saudun əli ilə də, yəni Yəməndə müəyyən qədər müxalif qruplar da var və bunu da nəzərə alaq ki, bu faktı da nəzərə alaq ki, həqiqətən də bunu dediyi sözlər burada düzdür. Heç cür formada Amerika girə bilmir Yəmənə. Baxmayın, bombardıman edilib. Baxın, təsəvvür eləyin, dünəndən bu günə 24 saat ərzində səhv eləmirəmsə 77 dəfə bomba hücumu eləyib havadan Yəmənə. Amma bununla yanaşı Yəmən, Trumanla yanaşı digər qırıcı daşıyan gəmilərini necə möhkəm vurubsa, hələ də yanğısı çıxır istəyir qırmızı inəyin bəyanatlarında və quduz bəyanatlarının artmasında istəyir də elə bu Amerikanın çor-çorana da olsa necə gəldi hücumlarında Yəmənə, mülkilərə hücumlarında əlbəttə. Yəmən bəli doğru deyir, yenə də deyirəm, bu doğru deyir, amma bayaq dediyim kimi ərəblərin əli ilə bəzi münafiq qrupları nəzərə alsaq və bunların Yəmənə girişə bilməməklərini nəzərə alsaq və Amerikanın böyük şeytan olaraq, evangelizm mərkəzi olaraq batil xəttinin iki əsas yolunu, qorxutmaq və şirinlikləşdirmək yolunu nəzərə alsaq ki, Yəmənə qarşı da neçə dəfə elədilər, bu tutmadı. Bu şəxsin, Amerikanın aktivistlərindən və internet fəallarından olan bu şəxsin Jackson Hinkel'di deyəsən, orada Yəməndə olması insanların içərisində və səhv eləmirəmsə belə bir şəkil də keçən səfər göstərdilər. Bu idi, səhv eləmirəmsə. Məsələn, Yəmənin liderləri, siyasi bürosu və s. Yahya Sari ilə bir yerdə də şəkillərindən var idi. Yəmənə kəşfiyyat tərəfdən girmək istəyirlər və bir tərəfdən də Hind okeanında bir ada var idi. Yadımdan çıxdı adı. Yəməndən aşağıda, cənubda. Birləşmiş Ərəb Əmirliklərinin vasitəsilə o adadan Yəmənlilər bəyanat verdi ki, Birləşmiş Ərəb Əmirlikləri nəysə quyruq bulayıb, kəşfiyyat məlumatlarını Amerikaya ötürür və Amerika da bunun əsasında Yəmənə bombardımançı təyyarələri göndərir. Yəmən dünən axşam bəyanat verdilər ki, Birləşmiş Ərəb Əmirliklərində qəşəng görüntülü binalar var Dubayda. Borc Xəlifə dillərdə Xəlifə qülləsi, göydələni 800 neçə metr hündürlüyündə. Bunlar var. Bunlar artıq bizim nişangahımızdadır inşallah ki və bütün bunlar Amerikan saydığım bu faktlara əsasən ki, dedim bu şəxsdən ehtiyatlı olmalıdır Yəmənlilər və biz də bu şəxsi unutmamalıyıq və bu tipli şəxsləri ölkəmizdə də unutmamalıyıq ki, onların da axırına az qalıb. Yahud icması adıyla və müxtəlif icmalar adıyla bu tip şəxslər, mən yenə də deyirəm, ittiham %100 eləmirik və sözləri də doğrudur, amma ehtiyat igidin yaraşıqdır, axır zamanda məxsusən yadınızda qalsın bu, Jackson Hinkel. Və bütün bu sadaladığım faktlar İranın Fars körfəzində 3000 qayıqla təlimi son raket şəhərinin nümayişə qoyulması və General Qaani, Dərya üzrə generalı Sepahan Təngsiri, Aerokosmik qüvvələrin generalı Hacızadə, bunların son bəyanatları da Sadiq Vəd üçün iri addımlarla yaxınlaşdığının xəbərçisidir. Yəni, axır zaman hadisələrində Xorasani və Xorasanlıların ən fəal köməkçisi olaraq Yəmənlilərin hadisələrini və heyrətləndirici və təəccübləndirici sürprizlərini gözləyin yaxın günlərdə. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.